Mahrem Ermən, bu qədər yığışmışıq bura hamımız. Dedim bir şansdan bir yararlanaq, həm biz, həm bizə baxan izləyicilər, həm də burada görsənən, gözümüzə qabaqda olan çox şərəfli aşpaz sənətini seçən tələbələr. Bizə qısa olaraq bu cümləyini aşpazlıq sənətindən bir sir ver. Aha, buyurun, sizi dinləyirik. Möhkəm səslə. Aşpazlıq belə deyim də, aşpazlıq ən gözəl bir sənətdir. Bayaqdan mən vurğuladım. Aşpaz ol, ya zərgər ol, heç bir tafavütü yoxdur. Aşpaz öz sənətini seçməlidir, sevməlidir və öyrənməlidir. Bax, bu uşaq, tələbələrimiz gəlir. Mən həmişə də öz tələbələrimə deyirəm ki, gəlin mən iminli bir yeməyi öyrəndiniz, daha demir ki, mən bunu öyrəndim. Mən neçə illərdir bu sənətdəyəm, yenə axtarıram, arayıram, axtarışdıram. Yəni, aşpaz həmişə öz sənətinə hörmət eləməlidir, öz sənətini sevməlidir. Yemək də bişirəndə onu sevə-sevə bişirməlidir. Necə deyərlər, o yeməyi bişirdiyi yeməyi sevgi ilə bişirməlidir, sevgi ilə yanaşmalıdır. Mən aşpazlara yenə də bir sirlə imzalar. Necə iradə vermədiniz ki, iki barmaqda dad var. Mən də bir cür sir deyim da. Məsəl üçün, indi deyirlər ki, əlcək. Adi bir əlcəkdən danışaq da. Deyirlər, əlcək taxmadı. Əvvəllər əlcək olmayıbdır. Bizim yeməklərimizin dadı haradadır? Bu bizim əllərimizdədir. Bu dad əldədir. Əgər onu əlcək oraya elə bilənmalaşaqsa mən özümə deyirəm, bir aşpaz kimi. Elə bir o dadı əldən aparır. O əlcək dadı aparır. Əlcəksiz daha gözəl olar ki, o yeməyi bişirmə. Necə əvvəllər əlcəksiz bişirmişik, nənələrimiz, analarımız elə. Bu qardaş bir gözəl söz vurğuladı bayaq. Həqiqətən də bu bir sual verdi bizə ki, necə o çətdə ki, toyda yemək bişirirlər. Üzrüsən, deyir, nəsə deyir, adi bir şey yaxınlaşır, çömçə ilə vururlar deyir bir şeyi, çömçə ilə vurur bir şey, təldən o yeməyə qarışdırır, yemək o qədər dadlı olur. Yəni, bunlar... Yəni, siriniz nə oldu, lakanik olaraq müəllimə? Mən deyərdim ki, əlcək taxılmasın. Sizin üçün? Mən ki, əlcək taxılmasın. Bir də ki, o bəyaqlar İradə xanım deyən kimi, o dadı da baxırıq, bu düzdür də, bu əllə, bax, duzu da bu əllə tökürük, dada da bu əllə baxırıq. Yenə də İradə xanımın sözünə qullar, niyə bu əllə eləmirik? Bax, bu əllə niyə eləmirik? Dada baxırsınız, yox. Və yaxud da buna baxmırıq, buna baxmırıq, buna baxmırıq. İmeylə buna baxırıq, bunlarla. Dadı da baxırıq, hər şey, duzu da bununla tökürük, dada da bununla baxırıq. Sevgi də o iki barmaq. Əsas, imeyli aşpazlığın sevgisi bu iki barmaq arasındadır. Dadı, tamı, sevgisi bu iki barmaq arasındadır. Təşəkkür edirəm. Sağ olun.